Salam, Azad Tribunun istəkli tamaşaçıları. Bugünkü proqramımız əvvəlki proqramlardan çox fərqlənəcək. Fərqliyi nədədir? Elə isə diqqətlə qulaq asın. Bu il 22 may Avropa Parlamentinə keçiriləcək seçkilərdə bir Azərbaycanlı da deputatlıq krişlosu uğrunda mübarizə edəcək. Əlbəttə, Avropada bu vaxta qədər mübarizə edən Güney Azərbaycan türkünə, yəni Avropa Parlamenti uğrunda mübarizə edən belə bir deputatlığa namizədi hələ ki görməmişdik. İlk dəfədir və bu şəxs digərlərindən nə ilə fərqlənir? Öz siyasi mövqeyi, əqidəsi və siyasətdə tutduğu xətti ilə fərqlənir. Bu kimdir? Güney Azərbaycan İstiqlal Partiyasının Böyük Britaniya təmsilçisi Araz Yurdsevən. Araz bəy, sizi xoş gördüm. Tamaşaçılar adından sizi salamlayıram. Sağ olasınız, Sayın Elizə xanım Atalı. Mən də Güney Azərbaycan İstiqlal Partisi tərəfindən, eləcə də ulu millətimizin tərəfindən, bütün silahdaşlarımızın tərəfindən, Sayın Babək bəy Azaddan, Azad Tribunun başqanı və eləcə də sizdən bu imkanları Güney Azərbaycan Milli Azadlıq Hərəkatının yolunda yaratdığınız üçün təşəkkür edirəm. Araz bəy, APA'nın bu məlumatını oxuyanda digər Azərbaycanlılar kimi şəxsən mən özüm də fəxr duydum, yaxından tanıdığım və siyasi dünya görüşünə bələd olduğum Araz Yurdsevər Avropa Parlamentliyinə deputatlıq uğrunda mübarizəyə başlayıb. Çox gözəl bir xəbərdir. Deməli, siz Böyük Britaniyanın Milli Liberal Partiyası tərəfindən namizəd irəli sürülmüsünüz. Necə oldu ki, sizin namizədliyiniz bu partiya tərəfindən irəli sürüldü? Hansı şərtlər əsasında? Bəli, Sayın Elizə xanım Atalı. Bildiyiniz kimi uzun illərdir İngiltərədə Güney Azərbaycan Milli Azadlıq uğrunda savaş aparırıq. Bu savaşın da istiqamətində burada Türkiyə təşkilatlarıyla, ülkə ocaqları ilə və eləcə də Kuzey Kıbrıs Türk Cumhuriyyətinin dərnəkləri ilə, Doğu Türkistan təşkilatları ilə və eyni zamanda Amnesty International-la çox geniş bir fəaliyyətlərimiz olmuşdur və eyni zamanda da vardır. Geçən 2013-dən Devlətsiz Millətlər Təşkilatı ki, Londrada fəaliyyət edib, onlarla tanışdıq və böyük bir geniş fəaliyyətə başlamışdıq. National Liberal Party'nin bizi seçdiyi Avropa Parlamentində devlətsiz millətlərin haqqını ön planda qoyduğu üçün bütün adayları devlətsiz millətlər təmsilçilikləri tərəfindən seçilmişdir. Növbəti sualım bu olacaq. Siz sadaladınız ki, müxtəlif türk millətləri ilə, daha doğrusu dövlətsiz türk millətləri ilə birgə sıx əlaqədəsiz və sizin afişlərinizdən də görürük ki, təkcə türklər yox, qeyri-türk millətləri ilə də sizin ünsiyyətiniz var. Bilmək istəyərdim ki, o təşkilatlar arasında Güney Azərbaycan məsələsini necə aktual edirsiniz və üstəlik bu namizədlik məsələsindən istifadə edərək Böyük Britaniya mətbuatında Güney Azərbaycan məsələsini aktual edə bilirsinizmi? Bəli, elə Güney Azərbaycan məsələsi, o birisi devlətsiz millətlərinin məsələsi eyni məsələ olduğu üçün və eyni dərdi bizim bütün devlətsiz millətlərlə birlikdə taşıdığımız üçün çox ortaq bir yerimiz vardır. Eyni zamanda Londrada bu siyasi bir meydanda çalıştığımız üçün devlətsiz millətlərin təşkilatı, eyni zamanda National Liberal Party, burada o millətlər ki, o təşkilatlar ki, daha çox geniş fəaliyyət göstərirlər, onlarla əlaqəyə geçirlər. Ola bilər, deməli bugün Güney Azərbaycan türkü Britaniyada sayı çox ola bilər, amma bizim təşkilatı olaraq daha çox təşkilatlı, daha çox formalı olmadıkları üçün meydanda
görünmürlər. Bizim burada ola bilər soydaşlarımızdan var, çox uzun illərdir burada yaşlılar. Amma Güney Azərbaycan milli məsələsi ilə tanış olduqlarına görə hətta bu məsələyə birbaşa qatılmaq istəmirlər. Və biz də bunu, bu milli məsələni çox hər bir şeydən önəmli gördüyümüz üçün ki, bu ölümdirim bir savaşıdır. Buna qatılmışıq və təbii ki, gələcəkdə bundan da daha çox böyük uğurlarımız olacaq. Və biz bu yola inanırıq ki, gələcək Türkün olacaq, Güney Azərbaycan Türkünün olacaq, Doğu Türkistanın olacaq və bütün Türkün deməli dünyada bir daha öz bağımsızlığın, öz bütövlüyünü əldə edəcək bir dünya olacaqdır. Araz bəy, konkret olaraq siz millətsiz, dövlətsiz millətlərdən olan hansı təşkilatlarla sıx əlaqədəsiz? Dövlətsiz millətlərlə biz Tamillərlə ki, Sri Lanka dövlət tərəfindən onlar da işğala uğrayıblar. Onlarla çox geniş fəaliyyətlərimiz var, çabalarımız var. Keçən də biz onların konferanslarındayıq. Ola bilər ki, xəbərlərdə görmüşsünüz. Eyni zamanda Siklərlə Pəncabda olan, Hindistanda olan və onlar da eyni zamanda Hindistan qondarma devlət və ülkəsinin işğalı altında olan millətlərlə çox geniş fəaliyyətlərimiz var. Onlarla da birbaşa, onların geçən TV proqramlarında fəaliyyət elədik və orada bir proqram geçirdik. Bəluçlar ki, birbaşa bir parçası Pakistan devlətinin işğalının altında, bir parçası İran devlətinin işğalının altında. Onlarla da eyni zamanda fəaliyyətimiz var. Və deyə bilərəm ki, devlətsiz millətlər çoxdular, amma onlar işi daha çox meydanda və Britaniyada devlətsiz millətlər təşkilatında daha çox çaba göstərirlər, saydığım millətlərdir. Çox gözəl. Digər bir sualımsa belə olacaq. Dövlətsiz millətlərə sizin namizədliyiniz irəli sürülmüş Milli Liberal Partiyasında nə kimi dəstək olunur? Bunun dövlətsiz millətlər birinci adı da yəni çox belə dərdlidir. Yəni devlətsiz, yəni haqqı olmayan. Siz hesablayın ki, self-determination, yəni öz haqqı olmaq, öz taleyini özü idarə etmək. Biz baxırıq, görürük ki, bu günləri United Nation, Birləşmiş Millətlər adı alan, onda yalnız o devlətlərin adı var. O devlətlər ki, onların gücləri var. Bugün biz baxırıq, İran orada bir dənə United Nation, amma İran bir dənə nation deyil. Məsələn, İran bir dənə qondarma bir coğrafiyadır ki, onu yaradıblar ki, o bizim millətlərin ürəyinin arasından geçir onun sınırları. Məsələn, nation olaraq bu günlər Güney Azərbaycan Türkü bir nationdir, tanınmır. Bəluçistan bir nationdir, tanınmır. Ələhvaz Ərəbi bir nationdir, tanınmır. Güney Türkmenistan bir nationdir, tanınmır. Amma biz United Nation'ın adına baxanda, yəni Birləşmiş Millətlər. Amma burada millət olaraq devləti olan sayılır. Elə Pakistanda da oturdu, Hindistanda da oturdu. Bunlar, bu devletlər, state'lər, bunlar self-determination, yəni öz əşlik, öz həqlərini idarə eləmə haqqını özlərinə uyğun bilirlər, özlərini bunu bir qanuni haqq bilirlər, amma bunu o bizim millətlərə bilmirlər. Və biz çalışırıq ki, bunu bütün dünyaya yedirək ki, United Nation, yəni bu söyləmi baxanda, anlamına baxanda yanlışdır. Yəni bu United States olmalıdır, yəni devletlər birliği və bir klubdur ki, burada o devletlər ki vardılar, onların orada üzviyyəti vardır. Buna baxmayaraq o millətlərin heç bir haqqı yoxdur. Biz çalışırıq ki, gələcək seçimdə United Nation'a, Birləşmiş Millətlərə bunu istəyək ki, onların denetləmə və gözetləməsi ilə bu günləri Güney Azərbaycanda bir özgür bir referendum geçer. Halk oylaması geçer. Və bu halk öz gələcəyinə qərar verir. Yox ki, bu günləri referendum İran devletinin gücünün altında yox.
United Nations necə ki biz bunu Güney Sudan'da gördük və çox gözəl cavab vermiş. Biz bunu East Timor'da gördük. United Nations Supervisory Referendum denetləmə və gözaltı altında bir halk oylaması. Bunu da millət qərar verir. Biz düşünürük ki, eyni şəraiti biz də yəni əldə edə bilərik ki, çalışaq. United Nations Birləşmiş Millətlərin əli ilə bir denetləmə və gözaltı altında orada bir halk oylaması geçirsin və o halk özü qərar versin ki, indi necə istir yaşayaq. Yox ki, İran işğalçı devləti ki, mənə deyə ki, mən nəyə gərək eləyəm, nəyə gərək eləməyəm, necə yaşayam, necə yaşamayam. Yəni bu insan haqlarına da aykırıdır, bu Birləşmiş Millətlər Təşkilatında qanunlarına görə aykırıdır. Əslən bu insanlıq dışıdır. Və bizim də istədiyimiz o self-determination, öz tarihini təyinləşdirmək ki, insan haqlarında ən böyük və ən dəyərli bir haqqdır. Və biz buna görə bu yolda çalışırıq və bu yola inanırıq ki, biz gələcəkdə necə ki biz bunu qazanmışıq. Bundan sonra da millətimizin tabii ki burada olan Türk toplumunun böyük bir özünə görə milli, vətəni, o türklük borcudur ki, gələ və bu haqqını əldə edə. Bizim tərəfimizdən biz bunu çalışmalarımızın istiqamətində millətimizin adına ələ gətirmişik və bunun üçün də çox qürur duyuruq ki, Güney Azərbaycan deməli Türkünün sorunu yalnız deyil, bəlkə Doğu Türkistanda olan soydaşlarımızın da məsələsi və eləcə də başqa deməli ölkələrdə olan və sorunu olan Türk soydaşlarımızın məsələsini eyni zamanda Avropa Parlamentində gündəmə gətirəcək. Araz bəy, çox gözəl. Siz 40 milyonluq Güney Azərbaycan türkünün təmsilçisiniz, bugün belə deyək. Əlbəttə biz çox arzu edirik ki, siz orada deputat kimi görək Avropa Parlamentində və siz deputat olarkən Güney Azərbaycanın hansı problemlərini gündəmə gətirəcəksiniz? Hansı problemləri gündəmdə həll etmək fikrindəsiniz? Bizim Sayın Elda xanım Atalı, bizim önemli bizim məsələmiz bizim işğal məsələsidir. Biz Güney Azərbaycan özünə görə bir ərazisi var, özünə görə bir milləti var, özünə görə bir kimliki var və biz İranlı deyilik. Və bizdən sonra Fars olmayan millətlər də var. Bunlar da İranlı deyirlər. Bunlar amma deməli məhkum olublar. Çünki başda olan bir işğalçı bir sistem bunun işğalına uğrayıblar. Biz Güney Azərbaycanın qeydsiz, şərtsiz Birləşmiş Millətlər gözətimi və denetimi altında birinci elə bunu istəyir. Yəni biz azadlığımızı, biz öz bağımsızlığımızı əldə edə bilsək, bizim o birisi bir sorunlarımız yoxdur. Bizim siyasi zindanımız olmaz. Bizim qadınımız ikinci sınıf deməli insan sayılmaz. Bizim Güney Azərbaycan türkü ikinci sınıf vətəndaş sayılmaz. Biz yəni əgər ki bağımsızlığımızı əldə etsək bizim sorunumuz yoxdur. Biz deməli kültürel haqlarımız əlimizdə, bizim kimlikimiz əlimizdə, bizim ərazi bütövlüyümüz əlimizdə, hər bir şeyimiz əlimizdədir. Biz yəni bunu düşünürük. Biz düşünürük ki bizim əsas məsələmiz yəni o birisi millətlərdə. Bugün mən Siklərlə danışdım. Onlar da deyirlər biz eyni şəraiti İstəyirik ki, Birləşmiş Millətlər necə ki East Timor'da, İndoneziyada elə ki aparmış, denetim və gözaltım altında orada bir halk oylaması ilə, referendumla onlar öz bağımsızlıqlarını alırlar. Necə ki bu Kosovo'da olmuş, necə ki bu deməli Güney Sudan'da olmuş, biz eyni şəraitdə istəyirik ki bu günləri Pəncabda ola, biz istəyirik ki deməli Tamildə ola, biz istəyirik ki, Bəluçistanda ola və eyni zamanda Güney Azərbaycan, dünyanın hər yerində biz yəni ədalətdən yanayıq, ədalətsizlikdən yana deyil. Ədalətsizin yanında deyil. Biz o adam ki, deməli, ona yəni zülm olmuş, onun yanında. Araz bəy, mən bütün suallarıma cavab aldım. Əgər sizin demək istədiyiniz elə bir söz varsa, fikir varsa buyura bilərsiniz.
Bəli. Mən bir dənə Güney Azərbaycanın bir kiçik siyasi əskəri olaraq buradan bir daha bütün silahdaşlarımıza, bütün soydaşlarımıza ki, Güney Azərbaycan milli azadlıq uğrunda savaşırlar, hamımız silahdaşıq. Çünki hamımız bir ideyaya, bir amaca görə savaşırıq. Təşkilatlarımız var və bu təşkilatlar olmalıdır. Necə ki, bütün millətlər biz siyasi savaşlarına baxanda təşkilatlarla, formalaşmaqla qazanmışlar. Gələk, biz ortaq məxrədi Güney Azərbaycanın bağımsızlığı götürək. Biz bugün nəyə baxırıq, görürük ki, deməli, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı əslən çox böyük bir acıda, çox böyük bir, necə deyirlər, dərdin içindədir və çox da boykot olmuş. Güney Azərbaycan Milli Azadlıq Hərəkatı boykot olmuş, biz bunu görürük. Təbii ki, bir tərəfi İran tərəfindən, İran işğalçı dövlət tərəfindən, bir tərəfi də çox sədaqətlə yox, çox muğrizanə, bəzi çox kiçik bir şeylərin üstündə Güney Azərbaycan Milli Azadlıq Hərəkatı boykot olub. Görməməzlikdən gəlinir. Bizə görə önəmli olan Güney Azərbaycandır. Təşkilatlar ki vardı, bunlar bir araçdılar, biz o azad Türk soydaşlarımızdan, Güney Azərbaycan türklərindən, eyni zamanda Türkiye Cumhuriyyətindən yaşayanlardan ki, Londrada yaşayırlar, Doğu Türkistan Uygur türklərindən, Batı Trakya türklərindən və eləcə də yenə də başqa ölkələrdən olan Londonda yaşayan türklərdən bir deməli Türk dünyası, Türk millətinə bir yardım və dəstək olaraq ki, Güney Azərbaycan Türk olaraq İran işğalında yaşayırlar, Doğu Türkistan'da Çin işğalı altında yaşayırlar. Bu yardımda və dəstəkdə bulunmaları ilə 22 mayda National Liberal Partiya səs verməkləri ilə öz yardımların və dəstəklərin öz soydaşlarına və öz bacılarına və qardaşlarına bildirsinlər. Mənim bir dənə mesajım millətimizə bu olacaq. Araz bəy, sizə təşəkkür edirik maraqlı söhbət üçün və uğurlar diləyirik. Arzu edirik ki, sizi 22 may İngiltərədə keçiriləcək Avropa Parlamentində necə deyək, bir deputat kimi görək və arzumuz ancaq odur ki, siz Güney Azərbaycanı Avropa Parlamentində təmsil edirsiniz. Sizə uğurlar. Sağ olasınız, təşəkkür edirəm. Elə birbaşa bizim necə adaylıq əl tapmamız böyük bir uğurdur və bizim düşmanlarımızın da ürəyini çox böyük bir qorxu salıb və onu da mən əminəm ki, qazanacaq və Güney Azərbaycanımız da azad edəcək, onu da bitevləşdirəcək quzeylə və Türk dünyasında çox yaxın gələcəkdə quracaq. Biz buna inanırıq. Sağ olasınız, var olasınız. Çox sağ olun. Azad Tribunun istəkli tamaşaçıları, bir daha sizə xatırladıram ki, Azad Tribunun bugünkü qonağı Güney Azərbaycan İstiqlal Partiyasının Böyük Britaniya təmsilçisi Araz Yurdsevən idi.